Və Macaristanda seçkilər onun nəticəsi və ondan çıxan Azərbaycan adına, Putin adına, bundan sonra Türk Dövlətləri Təşkilatları adına çıxan nəticələr nədən xəbər verir və sizin fikriniz necə? Hər ikinizdən eyni sualı soruşmaq istəyirəm ki, bu məsələdə biz hansı mövqeyinin daşıyıcısı olmalıyıq? Yəni Orbanın məğlubiyyətini Ukrayna müharibəsi fonunda dəyərləndirmənizi rica edəcəm. Macaristanda yeni hökumət Türk Dövlətləri Təşkilatı və Azərbaycan üçün nə deməkdir? Avropa İttifaqının üzvü və NATO üzvü olan bir dövləti Türk Dövlətləri Təşkilatı itirdimi hazırda və bu nəticə Putin üçün nə deməkdir və Avropa İttifaqındakı ən sadiq adamı idi bu. Nə gözləyirsiniz? Pənah bəy bu sual əslində başdan cavab verdi. Mən açığı sosial şəbəkədə də müşahidə elədim və bizdə yenə həmən anlayışın nə qədər hakim səviyyə gəldiyini gördüm ictimai rəydə. Azərbaycan mərkəzli düşüncə bir tərəfə buraxılıb, Ukrayna mərkəzli düşüncə önə çıxıb. Bəli. Yəni onun Ukrayna münasibəti Azərbaycan insanında Orbanın bir vəhşi, yaranmaz obrazını yaradıb. Bu biraz gülüş doğurur. Amma Putini qeyd şərtsiz müdafiə edən bir Orban var idi. Yox, bilirsiniz, Putini müdafiə edə bilər. Bəlkə Macar xalqının marağı, dövlətinin marağı onu tələb eləyir ki, Macar dövlətini təhlükədən qorumaq üçün o keçici bir anda Putini dəstəkləsin. Məsəl üçün deyirəm. Yəni qaz almaq üçün yoxdur, əhali qaz istəyir, nə işıq istəyir, nə benzin istəyir. Dövlət başçısı da bunu həll eləmək üçün müəyyən addımlar atmalıdır. Fazıl bəy, Orbanın məğlubiyyəti geopolitik mənada nə deməkdir? Onu açıqlayın, ondan sonra bilinəcək. Mən geopolitik mənada Orbanın məğlubiyyətinin təhlilini verməyi, öz məsuliyyəti öz üzərimə götürə bilmərəm. Niyə bilmərəm? Çünki burada iki cinah vardı. Bir Putin və Trump cinahı, bir də Avropa Birliyi cinahı. Avropa Birliyi marağına uyğun idi ki, Orban geçsin. Orban da ölməyib ki, müxalifətdədir də. Ya biz ona görə yas tutub ağlamayacaq. Məğlub oldu, yerinə başqası gəldi. İndi biz ümid eləməliyik ki, Orbanın Putinlə, Trumpla münasibəti məni maraqlandırmır. Orbanın Türk Dövlətlər Birliyi ilə münasibəti məni maraqlandırır. Ramil Səfərovu təhvil vermə münasibəti maraqlandırır. Azərbaycana olan açıq, sempatik münasibəti maraqlandırır. Avropa Birliyinin Azərbaycana qarşı yönəldiyi qətnamələrin qarşısını almaq üçün göstərdiyi... İndi belə bir adamın Macaristan cəmiyyəti tərəfindən ona qırmızı kart göstərilməsi Azərbaycan üçün və bizim mövqelərimiz üçün və Türk Dövlətləri Təşkilatı üçün və proses üçün nəticələri nə olacaq bilər? O nəticələri belədir də. Azərbaycan xalqı xalq cəbhəsi hakimiyyəti olmaqla bizə də qırmızı kart göstərib. Bir müəyyən mənada bizdə. O demək deyil ki, biz Azərbaycan cəmiyyəti üçün bizə hərbi qiyam olub, bizə azad ədalət seçki vasitəsilə Azərbaycan xalqı demək istəyirəm ki, tərif eləmə. Dəxli yoxdur. Hər halda xalq hakimin obrazında bunu eləyir. Xarici ölkələrin dəstəyi ilə və planı ilə hərəkət edən qüvvələri Azərbaycan xalqı ilə eyniləşdirmir. Yox, bütün proseslərdə xarici qüvvələrin dəstəyi, hərəkəti hər zaman olur. Bizə zidd olan və düşmən olan qüvvələr. İndiki dövrdə də o vardı və siz görürsünüz ki, Trump da xarici qüvvə kimi bura müdaxilə eləyir, hər yana müdaxilə eləyir və biz də təsəvvür eləyin ki, Qarabağ məsələsinin həlli üçün Vaşinqtonda sənəd imzalayandan sonra alqış çəpik saldıq ki, əhsən, bu da məsələni həll eləməyə amma hələ də yolun açılması məsələn çözülmür çünki başqa bir müdaxilə eləyir. Fazıl bəy, çox üzr istəyirəm, incimə. Bir dəqiqə, başqa müdaxilə eləyir. Dönüklər həmişə. Belə bir ifadə var, sən yaxşı bilirsən. Orban, nədir onların termin kimi? Ərəbcə nə deyirlər ona? Mötədi. Yox, dönmələr, dönüklər. Yox, dönüklər ərəbcə. Osmanlıda doğru çevir. Devşirmə bu bizim devşirməmizdir. Bu indiki iqtidara da Allah utasına rəhmət eləsin. Onlar da bu dərəcədə tənqid eləmir bizim dövrümüzdə. Maraqlı burasındadır ki, Pənah Hüseyn kimi gerici qüvvələr, yəni 30 il keçir. Adam oxuyan adamdır. Bir şey fikir dəyişmirsə, düşüncə əvvəlki şeyə isnad eləyirsə, 30 il qabaqçı bir sənədə, ideya, ona isnad eləyirsə, bu həyatın çox qəribə bir paradoksudur ki, Azərbaycan siyasətində də fikirləri ilə həm də istəyir ki, qəbul olunsun. Bu olunmaz, 1000 il qalı olunmaz. Niyə olunmaz? Çünki yeni dövr Orban kimi bir siyasətçini gətirdi, çıxartdı ki, müəyyən dəyərləri də nəzərə almalısan. Orban o dəyərləri, Avropa dəyərlərini nəzərə almadı. Bizim nöqteyi nəzərdən Orban bizə əlverişli lider idi. Avropanın istənilən lider. Serbiyada da xalq küçələrə tökülüb, Serbiyanın prezidentinin istifasını istəyir. Amma nə baş verir? Serbiyanın prezidenti bizlə dostdur. Biz Serbiya xalqı adından məsələn həll edirik. Sabah o hakimiyyətə müxalifət gələr. Biz çalışarıq ki, Azərbaycana yaxın olsun. Yəni bizim
bilirsiniz, rəy verib bunu həll eləyəcəyimiz məsələ deyil. Macar xalqı özü bilər kimi seçdi, seçmədi. Amma biz Bizə necə indi təsir edir, onu onun danışırıq. nəticələrini görəcəyik ki, bu türk dünyası ilə inteqrasiyadan imtina eləyəcək, eləməyəcək. Bu bəlkə daha yaxınlaşacaq. Bəlkə Avropa Birliyi deyəcək ki, türklərdən əlaqəni kəs, üzü bu tərəfə ol, biz sənə pul verəcəyik. Onda biz artıq Macaristana olan münasibətimizdə də bunu hiss etdirəcəyik. Demək istədiyim odur ki, bu cür demək o gerici düşüncə ilə proseslərə baxmaq həqiqətən dəyişmək lazımdır. Siz əgər dəyişməyə pis bir şey kimi baxırsınızsa, odun da dəyişmir. Odun da tumurcuqlamır. Qardaş, biz odun olanmarıq, insanıq. Yox, insanıq. Mən deyirəm, biz odun olanmarıq, insanıq. İnsan tumurcuqlanmalıdır, insan dəyişməlidir. Oxuduğu ilə, düşüncəsi ilə, reallığı ilə.